Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Rəisət Heyətinin üzvü Məmməd İbrahimin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittihamı ölkənin siyasi mühitində çaşqınlıq yaratdı. Müsavat Partiyasının məclis sədri Arif Hacılı Meydan TV-yə danışıb ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini davam etdirir. İndi xüsusilə demokratik müxalifət nümayəndələrinin Rusiya ilə əlaqələrdə ittiham edilməsi absurddur. Xüsusilə Azərbaycan Xalq Hərəkatından çıxmış siyasi partiyalar, Müsavat Partiyası, Xalq Cəbhəsi Partiyası, Azərbaycanın müstəqilliyi uğrunda, müstəqilliyinin bərpası uğrunda mübarizə aparmış şəxslər daim Rusiyanın hədəfində olub və bir çox hallarda məhz elə Rusiyanın sifarişi ilə, elə Rusiyanın indi bəyan edilən yerli rezidenti Ramiz Mehdiyev vasitəsilə parlamentə buraxılmayıb, sıxışdırılıb. Yəni bu siyasət Azərbaycanda daim davam edib və indi birdən-birə demokratik müxalifət nümayəndələrini Rusiya ilə əlaqələrdə ittiham etmək tamamilə ağlasığmaz bir məsələdir. İkincisi, bu məsələlərlə əlaqədar əgər hər hansı bir istintaqın aparılması zərurəti var idisə, bunu həbs qəti imkan tədbiri seçmədən də aparmaq mümkün idi. Yəni, dərhal həbs qəti imkan tədbiri seçməklə bu istintaqın aparılması, əsasən Ramiz Mehdiyev işi adlanan bir işdə onun həbs olunmadığı, onun ev dustaqlığında olduğu bir şəraitdə onun adı ilə süni sürətdə bağlanmış şəxslərin həbs edilməsi də məsələnin siyasi mahiyyətindən xəbər verir. İndi hakimiyyətə ən çox ünvanlanan sual 50 nəfərin hakimiyyəti çevirməsinə cəhd etməsidirsə, bunlardan ikisi Əli Kərimli və Məmməd İbrahimdirsə, o zaman yerdə qalan 48 nəfər kimdir? Niyə onlar da həbs olunmayıblar? 3-cü Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah deyir ki, Azərbaycan rejimi artıq avtoritar sistemin inkişaf xəritəsinin son mərhələsinə qədəm qoyub. Bu, güc zəhərlənməsi mərhələsidir. Hakimiyyətin öz yaratdığı siyasi ekosistemdə boğulması isə qarşısı alınmazdır. Hökumətin strategiyasına görə münbüş şərait məhz 2020-ci ildən sonra yaranmağa başlayıb. Bəzi detalları yerinə otuzdurmağa ehtiyac vardı. O prosesləri icra elədi. 2003, 2023, 2024, 2025 repressiyaları bilirsiniz gözümüzün qabağında davam edir. Nəhayət artıq hökumət qərar verdi ki, Əli Kərimlini həbs eləmək üçün ən yaxşı bir siyasi şərait mövcuddur və həbs elədi. Yəni, məsələnin qısa izahı bundan ibarətdir. Bundan sonra biz hara gedirik? Biz artıq post-müxalifət dövrünə gedirik. Azərbaycanda siyasət ləğv olunur. Bununla bağlı mən geniş bir yazı da yazmışam. Biz artıq ənənəvi avtoritar, postsovet avtoritarizmindən sıyrılırıq ölkə olaraq. Tam olaraq siyasətin ləğv edildiyi bir müstəviyə qədəm qoyuruq. Yəni, bu artıq avtoritarizmin konsolidasiyası, sərt avtoritarizm, hard avtoritarizm filan, yəni bu cür anlayışlarla izah olunacaq bir durum deyil. Yeni bir anlayışlara ehtiyac var. Mən post-müxalifət dövrü anlayışına üstünlük verirəm ki, Azərbaycan artıq bu mərhələyə qədəm qoydu. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsinə beynəlxalq təşkilatlar və qurumlardan da tənqidi reaksiyalar gəlir. Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Schwabe AXÇB sədri Əli Kərimlinin həbsi ilə bağlı açıqlama verib və bildirib ki, Kərimlinin həbs edilməsi Azərbaycanın Avropa dəyərlərindən daha da uzaqlaşdığını göstərir. Avropa İttifaqı da Əli Kərimlinin həbsi ilə bağlı açıqlama yayıb. İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anita Hipper bildirib ki, qurum bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə təmaslar quracaq. Elman Fəttah isə deyir ki, həbslər hələ davam edəcək. Bütövlükdə Azərbaycanda müxalifət kriminallaşdırılacaq. Yəni, müxalif fəaliyyət göstərməklə cinayət törətmək hökumətin yanaşmasında eyni anlamda möhkəmlənəcək. Eyni anlama gəlir artıq çoxdan da, amma selektiv davranırdı. Bəzən həbs edirdi, bəzən həbs eləmirdi. Artıq bu iş bir qaydaya çevriləcək.
müxalif fəaliyyət göstərmək rəsmən qadağan olunacaq. Yəni faktiki qadağan olunacaq. Xeyli siyasətçi həbs olunacaq və proses bu şəkildə davam edəcək. Tənqid məsələləri tamamilə yığışdırılacaq. Azərbaycanda ölkə daxilində oturaraq Azərbaycan hökumətini tənqid etmək dərhal cinayət məsuliyyətinə cəlb olunmaya səbəb olacaq. Müxtəlif ittihamlarla, hansı ki izləyirik, dövlət çevrilişinə cəhddən tutun, kütləvi ixtişaş törətməyə qədər və s. müxtəlif cür ittihamlarla həbs atılacaqlar. Yəni proses bu istiqamətdə gedir. Azərbaycan Türkmənistanlaşmada da dayanacağı görünmür İlham Əliyevin idarə etməsində. Üzü Şimali Koreyaya doğru sürətlə gedəcək. Amma bu o demək deyil ki, mən pessimist yanaşıram məsələyə. İlham Əliyevin iradəsi və niyyəti bu şəkildədir. Amma mən düşünürəm ki, artıq repressiya ölkədə siyasi məqsəd olmaqdan da çıxır. Bu artıq bir mexaniki bir prosesə çevrilir. Məhz bu mexanikləşmə bir gün rejimin özünü də yiyəcək. Qarşıdan post-neft dövrü gəlir. Post-neft dövründə çox ciddi iqtisadi, sosial problemlər gözlənilir. Yəni təxminən bir 20 ildən artıqdır ki, Əliyevlər rejimi Azərbaycanı həm də sosial müqavilə ilə idarə edirlər. Bir şəkildə insanların pensiyalarını və vəsaitlərini təmin etmək, müəyyən sosial dəstək proqramları həyata keçirmək və s. Artıq post-neft dövründə bu imkanlar hökumətin əlindən çıxacaq. Əhali ilə hökumət arasında imzalanmadan tətbiq olunan bu sosial müqavilə başa çatacaq.